Az bu arvad elə bax nə yaman hekkəli sinirli durur bax hamur qayırır. Bu sənin dədən atan ölsün. O hamuru niyə elə ataşa qoydu? Az bu ellərini də suladı getdi. Hamuru gözəlcə yaydırdı. Bu eşikdən topladığı qılı qırçını bu. Belə zulüm mü olar az? Hamura hayıf. Onu da getdi hamurun üstündə yandırdı ataşını. Ah, bu da arvaddı. Ondan sonra suya marulu soxdu, çıxartdı, desinlər ki, indi yıxadı. Az beləsinin şansı daha çox olur. Vallahi bax. Ha, oradan aldığı kirli tavaya da yıxadığı, doğradığı marulları koydu güzelce. Az bunu kime yapır? Özü yiyecek deyəsən. Çok sevir bu. Güzel maharatları 1 kiloya yaxında sivri biber, pul biber belə qatdı, qarışdırdı. Ezdiyi biberləri də koydu güzel. Ah, qulluğun dədən evində qalaydı. Kirli suyla harcı qarışdırdı. Allah, Allah. Ondan sonra yazıq hamuru çıxartdı. Az bunu yese ölər, bundan nasıl yiyecek bunu? Allah esbətullah, dur hele. Onu tek ayıqlayır, hiç de üşenmir. Güzel, bak ne güzel. Pa, hele peşkirinin kirine bak az. Her arvadın hünəridir mi? Bak qapqara bak. O güzel harcı da ekmeğin arasına koydu. Vay, hele bak sivri biberi o kirli suda yıkadı koydu. Ama ölmez. İçine yaklaşık 1 kilo pul biber koydu ya acısı. Vay anan ölsün, erine seyap bak özü yiyir mi? Bak adama değil ye kadın alım ye 5 dakika sonra çekmedi yok.